Şirin Hikmət Rasimoğlu. İşğalçılıq dövrünün Bakı şəhərində yaşadıq, çətinliklərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ordumuzu Allah qorusun. Bir ildir məskunlaşmışıq. Şəraitimiz normaldır. Qaydasına düşüb, əladır da demək olar ki, əladır. 6 nəfər ailə üzvümüzdür, oğlumdur, nəvələrimdir, yoldaşımdır, bir də gəlinim. 30 neçə ildə ən xoşbəxt günlərimizi yaşayırıq burada. Mənim 10 yaşım var. Mən 4-cü sinifi bu il bitirdim. Yəni sinif yoldaşlarım da yaxşıdır. Onlarla aram yaxşıdır. Bura gəldiyimizin bir ili tamam olacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Mənim dayım da şəhid olub, Faiq Babayev. Allah onunla birlikdə bütün şəhidlərimizə rəhmət eləsin. Evimiz 4 otaqlıdır, 2 mərtəbəlidir. Yəni ailədə hamının öz otağı var da. Məşğulluğumuz həyat bacanı əkib becərmək, maldarlıq, qoyundarlıq, ondan sonra tığ, cücə, qaz, ördək, nə bilim kimin nəyə gücü çatırdı. İşıqdır, qazdır, sudur, internetdir, bütün kommunallar hamısı qaydasındadır.